Təkrardan hər birinizi salamlayıram və ümid edirəm ki, hər şey yaxşıdır. Pul ilə bağlı ilk videomuzu artıq izləmisiniz və artıq ikinci videomuzdur. Bizim bu mövzuya həsr olunan yenə mənimlə baş-başasınız, bərabərsiniz. Bu videoda mən istəyirəm ki, sizə biraz danışım pul artımından, yəni pul necə artıra bilərik və eyni zamanda da düzgün pul idarəsindən bir balaca danışım sizə. Çünki bu da mənim çox sevdiyim bir mövzudur və düzünü deyim ki, bəzi şeylər var ki, mən inanıram ki, bəzi insanlarda daha yaxşı və daha təbii alınır. İndi özümü tərifləmək kimi olacaq, amma qoy olsun, pul idarəsi məndə həqiqətən çox yaxşı alınır. Bunu bütün dost, tanış, ətraf və s. hər kəs bilir. Hətta coach olmazdan öncə belə pulunu idarə etdiyim bir çox ətrafımda olan insanlar var idi. Çünki özləri də görürdülər ki, yəni mənim əlimə belə çox az belə pul gəlsə, mən onu hansısa bir formada elə idarə edirəm ki, o az pul çox pul kimi görünür. Yəni o az pul bir şəkildə çox pula çevrilir. Bilmirəm, mən o az pulla ətrafdakı ən zəngin insan kimi davrana bilirəm və bunu yadıma gəlir ki, hələ tələbə vaxtı heç yerdə işləməyə sadəcə 70-80 manat stipendiya alaraq belə mən bunu edirdim əslində və təbii ki, ondan sonra onun 10 qatı, bilmirəm 100 qatı əlimə gələndə də yenə də eyni şəkildə əslində davam etdirdim və burdan da elə mövzumuzla bağlı ilk nə deyirlər, tip ondan ibarətdir ki, sizin əlinizdə nə qədər pul olmasının əsla və əsla fərqi yoxdur. Özünüzü aldatmayın ki, mən bugün 800 manat qazanıram, 8000 qazansaydım hər şey fərqli olardı. Bilirəm ki, məntiqi baxımından bu dediyim sizə məntiqli gəlməyə bilər, amma inanın ki, siz əgər pul idarə etməyi bilmirsinizsə, sizin üçün 800 manat və 8000 manat arasında fərq yoxdur. Sizin üçün bu fərq yoxdur. Və fikir verin, əminəm ki, hər birinizin ətrafında elə insanlar var ki, onlar elə baxırsınız ki, 500 manat maaşla elə də qəşəng yaşayırlar ki və yəni həmişə üstlərində pulları var. Onlar heç vaxt şikayət etmir ki, mən ayın axırına çıxa bilmirəm, amma siz onun 10 qatını qazanırsınız və faktiki olaraq, yəni ayın sonunu bəlkə borcla gətirirsiniz, bilmirəm, bəlkə bir maaşdan o biri maaşa çətinliklə keçirsiniz. Əminəm ki, hər birinizin ətrafınızda bu siz olmaya bilərsiniz, amma ətrafınızda mütləq şəkildə belə insanlar var və bu da onu göstərir ki, əsla və əsla yəni məsələ nə qədər məbləğ olaraq qazandığınızda deyil, əslində onu doğru idarə etmənizdədir. Yəni ilkin təməl mərhələdə siz bunu öyrənməlisiniz, yoxsa nə qədər qazandığınızı inanın ki, heç bir fərqi olmayacaq. Hətta mənim bir rəfiqəm var, o belə daha belə şuursuz xərcləyənlərdəndir, sevir yəni o şəkildə və inanın ki, təsəvvür edin ki, o hələ mən Bakıda yaşayarkən də alış-verişə gedərkən məni məcbur yanında aparırdı. Çünki deyirdi ki, sən olsan bilirəm ki, xərcləməyəcəm, bilirəm ki, sən məni qoymayacaqsan. Halbuki mən hələ yaşda da ondan balacaydım və yəni o artıq onun daha çox qazancı və s. vardı. Mən belə tələbə idim və yaxud da ki, o rəfiqəmlə sonra biz Avropada görüşəndə, səyahət edəndə o yenə də hara getsə məni aparırdı və bircə dəfə mən onunla getmədim alış-verişə və həmin alış-verişdən gəlmişdi, belə oturmuşdu və gözünü döyüb belə baxırdı divara ki, mən necə oldu bu qədər pul xərclədim və mən ona deyəndə ki, bax bu səbəblərdən, o da mənə dedi ki, bax gördün, sən elədin, mən səni aparmaq istəyirdim, sən gəlmədin. Mən bilirdim ki, sən gəlsəydin, mən o qədər pul xərcləmərəm. Baxın, burada bilirsiniz söhbət nədən gedir? O xərcləmə dürtüsü ki var, insana gələn o xərcləmə dürtüsü, bax onu idarə etməkdən gedir söhbət. Yəni pulun idarəsi əslində çox zaman da bağlıdır birbaşa xərcləmə dürtünüzü idarə etməkdən. Çox insan deyir ki, yəni bu arada bir neçə dəfə məndə də olmuşdu, sadəcə anladım və dərhal üstündə işlədim. Emosional xərcləmə deyilən bir şey var, düzdür? Məsələn, siz 15 gün heç nə xərcləmirsiniz, özünüzü sıxdınız, gəldiniz bir yerdə bütün o 2 həftəni atdınız çöpə, getdiniz, nə bilim, çox bahalı bir çanta aldınız və yaxud da getdiniz, çıxdınız çölə, çoxlu alış-veriş etdiniz, gəldiniz, sanki bir rahatladınız. Baxın, bu məsələn emosional bir xərcləmədir. Və yaxud da gecə yuxunuz gəlmir, yuxunuz gəlmədiyi üçün girirsiniz saytlara və s. Ora baxdınız, bura baxdınız, biraz alış-veriş etdiniz, çıxdınız, yəni gecə yuxunuz gəlmədi deyə səhər baxırsınız ki, kartınızda məsələn artıq 200 manat yoxdur. Baxın, emosional xərcləmədir. Ümumiyyətlə, pul idarəsində birinci qaydalardan biri ondan ibarətdir ki, emosional xərcləmələr
xərcləmələrinizi bir kənara qoyasınız. Bunu necə kənara qoyun deyirsinizsə, bunun üçün mən deyərdim ki, ən bəsit metod nədir? Ən bəsiti. Sadəcə həmin anda özünüzə bir kəlmə sual vermək ki, bu həqiqətən ehtiyacımdırmı? Yoxsa emosional xərcləyirəmmi? Mənim elə bir dönəmim olmuşdu, xüsusən bu korona dönəmində ki, mən yəni evdən çölə çıxa bilmirdik, hər yer bağlı, çox sıxılırdım. Yəni elə sıxılırdım ki, mən özümü vermişdim elə həmin vaxt onlayn alış-verişə və məsələn nə vaxt özümə gəldim, bir dəfə nəsə sifariş vermişdim, gəldi evə. Onu elə baxıb üstündə etiketi də qarderoba qoymaq istəyəndə baxdım ki, eynisindən məndə var imiş. Yəni eynisindən bir neçə həftə öncə də sifariş vermişəm və hələ heç onun etiketini çıxartmamış, artıq unutmuşam ki, belə bir şey almışam, gedib eynisini yenə almışam və o mənə məsələn siqnal olmuşdu ki, aha mən demək ki, çox emosional xərcləmə edirəm və bunu saxlamalıyam və o dövrdən bəri nə bilim endirimlər olur, o olur, bu olur. Mən heç vaxt belə qaça-qaça gedib almıram. Həmişə əlimi nəyə satsam sual verirəm ki, özümə, aha bunu mən həqiqətənmi istəyirəm? Buna doğrudanmı ehtiyacım varmı? Bunu alsam, məsələn, qızlar bilir, bunu nə ilə geyinə bilərəm? Bütün bu sualları verəndən sonra o keçmədisə o mərhələlərdən, mən onu almıram, qoyuram qırağa, nə qədər gözəl olmağından asılı olmayaraq. Baxın, məsələn, sadəcə bir sualla ki, o həqiqətən ehtiyacdırmı, yoxsa bu dəqiqə bir emosional xərcləməmi edirəm? Həqiqətən ehtiyacdırmı, yoxsa, çünki həqiqətən ehtiyac olsa, yəni mən oturub onu düşünmərəm ki, bunu nə ilə kombin edim və s. Düzdür, paltardan söhbət gedir indi. Amma çox zaman biz alırıq, gətiririk, qoyuruq evə, heç onu geyinmirik də. Baxın, bu olur avtomatik emosional xərcləmə. Dediyim kimi, yəni pulu idarə etmənin mən düşünürəm ki, birinci mərhələdə bu emosional xərcləri azaltmaqdır. İkincisi nədir? Bu prioritetlərlə bağlıdır. Nədir sizin prioritetiniz? Və sizə onu deyim ki, sizin nə qədər pulunuz olur olsun, fərqi yoxdur. Hər zaman bir xərcləmə prioritetiniz olmalıdır və olacaq da. Baxın, mən bunu hətta bir dəfə başqa bir ya YouTube videosunda, ya mən podkastda demişdim ki, hətta zəngin insanları zəngin edən nədir? Onlar prioritetlərini, yəni pul ilə bağlı xərcləmə prioritetlərini mən düşünürəm ki, doğru seçən insanlardır. Yəni əlinizə pul gəldi, tutaq ki, yəni başlamısınız pul qazanmağa, əlinizə pullar gəlir. Orada sizin məsələn önünüzdə iki yol açılır həmişə. Mən bu qazandığım pulları qaçım gedim, nə bilim, qəşəng bir ayaqqabı alım, çoxdan da istədiyim o bahalı çantanı alım, bir dənə nə bilim bir sep alım, bir şey alım. Bunları alım, çoxdan da istəyirdim. Baxın, biraz da emosional girir işin içərisinə. Yoxsa mən bu qazandığım pulun tamam, nə bilim 80%-ni götürüm, filan şeyə yatırım. İndi yatırım deyəndə də yəni şərt deyil ki, gedib kripto və s. alasınız. Yox, yəni baxır da sizin bəlkə bir sertifikata ehtiyacınız var. Yəni yatırım o mənada ola bilər. Sizin bəlkə hansısa bir kursa ehtiyacınız var. Sizin bilmirəm bəlkə elə bir məbləğ əlinizdə var ki, onunla bəlkə bilmirəm bir torpaq ala bilərsiniz. Fərqlidir, düzdür bu. Bunu yatırın, tamam, bunun 20% ilə özümü sevindirim, amma bunun 80% ilə bir şey edim, nəsə edim. Baxın, prioritet. Bir prioritet və fərqi yoxdur. Dediyim kimi 800 manatınız olanda da sizin tutaq ki 800 manatınız var, hər şeyi ödədiniz, qaldı sizə 100 manat ki, onunla nəsə edə bilərsiniz. Və yaxud da 8000 manatınız var, yenə eyni şeydir. Və orada prioritetiniz sizi nəyi prioritet olaraq qoyduğunuz qısacası belə deyək ki, müəyyən edəcək ki, siz növbəti addımlarda kasıbmı olacaqsınız, kasıbmı qalacaqsınız, yoxsa maddi vəziyyətinizi artıracaqsınız. Baxın, çox önəmli bir məqamdır. Hətta mən özüm belə dediyim kimi o dilemma, o ikiləmdən keçən bir insan olaraq bunu yaxşı bilirəm. Yəni çünki gəlir qalxdıqca insan istəyir həyat standartını yaxşılaşdırsın, amma bir var ki, mən bunu emosional şəkildə edirəm. Hansı ki, bunları aldım, amma sabahıma yenə həmin adamam. O var ya, məsələn, maaş günü restorana getdiniz, oradan çıxdınız, mola getdiniz, kofe aldınız və s. Səhərsi gündən yenə siz növbəti 29 gündə xərclərinizi qısıtlamağa məcbursunuz. Düzdür? Bir də var ki, bunu başqa versiyada edəsiniz. Dediyim kimi, prioritet hər zaman var. Yəni günün bu günü belə, məsələn, mənim tutaq ki, imkanım var, gedim özümə qəşəng bir, məsələn, nə bilim, Cartierdən, Bulgaridən bir dənə qəşəng bir qolbaq alım, ürəyim istəyir
keyfim elə istəyir. Məsələn, mən fikirləşirəm yenə də ki, okey, bunu alsam, məsələn, filan şeyə də yatırım edə bilərəm eyni zamanda. Hansı mənim üçün daha bu dəqiqə önəmlidir? Mən çox zaman yatırımı seçirəm, gedirəm yatırımımı edirəm, gedirəm pulumu filan bir şeyə qoyuram və nə bilim, Cartier də alıram, Bulgari də alıram, amma hər dəfə etmirəm, düzdür? Və bu nə olur avtomatik? Bu bir prioritet seçimi olur. Bir də var ki, emosional şəkildə deyim ki, yox, o qolbağı mən o qədər istəyirəm ki, mən onu görməliyəm qolumda, başqa variantı yoxdur. Gedirəm pulumu verirəm ona, yatırımı etmirəm, düzdür? Növbəti mərhələdə okey, əlimdə bir qolbaq var. Amma başqa heç nə yoxdur. Bir də var ki, məsələn, mən onu aparıram, elə bir şeyə qoyuram ki, bilirəm ki, nə bilim, 3 aya, 5 aya, bəlkə 1 ilə indi baxır da, o biraz yatırım işinə gedib çıxır. Bilirəm ki, məsələn, artıq mənim pulum orada dəyərlənir, mənim orada əlavə hətta gəlirim yaranır və artıq o zehin rahatlığı ilə mən gedib yenə də o qolbağı ala bilirəm. Amma prioritetimi doğru qoydum. Aydındır. Prioritetimi elə qoymadım ki, apardım 8.000 manatı qolbağa verdim. Ondan sonra oturub fikirləşirəm ki, ayda 8.000-im də getdi. İndi məsələn nə edim? Dediyim kimi, həmişə prioritetləriniz olacaq və prioritetinizi doğru müəyyən edib, o emosionallığı bir kənara qoyub, daha məntiqlə prioritet müəyyən edəndə sizin mütləq şəkildə gəlirləriniz bir struktura düşəcək, 2 artıma doğru gedəcək. Bu, yəni qızıl bir qaydadır əslində. Daha sonra pulu əlinizdə, yəni daha necə düzgün idarə edə bilərsiniz? Onun bir balaca, yəni qayda qanununa baxaq. Mən də burada notlarıma baxıram ki, videonu çox uzatmayım. Çünki mən puldan danışmağa başladımsa, səhərə qədər danışa bilərəm. Və emosional xərcləməni dedik, düzdür? Keçən dəfə mənim önümə bir video çıxmışdı. Elə o xanım da orada, yəni onun dediyini də elə mən burada sizə çatdırmaq istəyirəm. Çünki doğrudan da çox doğru bir yanaşmaydı. O xanım deyirdi ki, mən bəs bir dostumla söhbət edirəm. Söhbət hardasa Avropadan gedir, yəni Avropalı birindən gedir. Ki bəs o deyir ki, mən ayda 50 avro kənara pul qoyuram. Və deyir, mən həmin an duruxsundum, qaldım ki, ayda 50 avro kənara qoymaq, yəni mənim zehnimdə ayda 50 avro kənara pul qoymaq deyəndə mənim ağlıma gəlir, atıram da 500 avro, nə bilim 1000 avro, 5000 avro. Mən ayda 50 avronu zehnimə heç cürə sığışdıra bilmirəm. Və baxın, çox maraqlısı odur ki, bir çoxumuz da elə. İndi burada söhbət 50 avronu qoyaq qırağa, qaydaq Azərbaycan realına. Tutaq ki, deyirəm ayda nə bilim 20 manat. Hər kəsin bir büdcəsi var. Ayda 20 manat. Yəni zehnimiz bizə deyir ki, ayda 20 manat nə puldur ki, sən onu qırağa qoyasan? Yəni sən indi güya bunu qırağa qoyub nə edəcəksən ki, ayda 20 manatla səndən nə olasıdır ki? Amma bilirsiniz nə olur? Vərdiş yaranır. Yəni ayda 20 manat belə qoysanız, nə bilim Polşada yaşayırsınız, ayda 20 zlot belə qoysanız, baxmayaraq ki, o dəyər olaraq bəlkə də çox böyük bir pul deyil, amma zehin əslində şuuraltı rəqəmlərlə işlənmir. O belə bir məntiq belədir ki, mənim kənarda pulum var. Və baxın, bu hissiyat belə bir müddət sonra sizə daha çoxunu yığmağa imkan verir, aydındır. Və o xanımın dediyim kimi o fərqindəliyi məsələn mənim çox xoşuma gəldi. Çünki o deyir ki, mən elə o desən türk idi o xanım, səhv etmirəmsə, yəni deyir ki, mən elə bir kültürdə böyümüşəm ki, atıram da 50 avro nə qədərdir? 100 manat ya da neçə min TL'si. Yəni sanki elə bir pulu kənara qoymaqla qoymamaq arasında bir fərq yoxdur deyir. Mən deyir, elə bir kültürdə böyümüşəm, elə bir ortamda böyümüşəm. Mən baxdım ki, bəli, bir çoxumuzda elə, yəni kənara 5 manat istəsək qoya bilərik, amma qoymuruq ki, 5 manat, kənara 5 manat qoymaq nədir? Hətta bizim bir tanışımız var, yəni belə uzaq bir qohum. O həmişə belə öz belə kənara qoyduğu pullardan həmişə fəxrlə danışan biridir və o belə həmişə mən yadıma gəlir ki, uşaq vaxtı deyirdi ki, heç nədən qorxum yoxdur mənim qıraqda. O vaxtı elə bir rəqəm deyirdi ki, yəni o vaxtı da çox kiçik bir pul idi, indi də çox kiçik bir. Yəni nə bilim, indinin tutaq ki 50 manatdır da. Məsələn deyir ki, heç nədən qorxum yoxdur, mənim qıraqda 50 manatım var. İndi məsələn siz mən bunu ciddi desəm sizə, siz belə baxarsınız ki, yəni qıraqda 50 manatdan nədən qorxmursan, niyə qorxmursan, düzdür? Amma elə deyil. O ki biz zehnimizə ki öyrədirik ki, mən heç nədən qorxmuram, mənim güvəncəm var. Və inanın ki, o rəqəm fərq etmir zehnimizə və ondan sonra da biz o arta balaca, kiçik addımlarla
daha çox pul yığmağa başlayırıq. Odur ki, elə bax bu gündən izlədiniz bu videonu. 1 manatmı qoymaq imkanınız var qırağa? Gedin 1 manat qoyun. 5 manat mı var? Gedin 5 manat qoyun. Və hər dəfə o qoyduqca kənara pulu deyin ki, ay mənim nə qədər çox pulum var imiş. Yəni vau da mən bunu qırağa qoydum və bir gün baxacaqsınız ki 5 manatınız 50 manat olub. 50 manatınız 100 manat olub. Çünki bu sistem ancaq bu şəkildə işləyir. Yəni xırda-xırda. Başqa mən sizə nə deyə bilərəm? Baxın, bizim hər birimizin müəyyən bir belə deyək arzuları var. Deyirik ki, məsələn, mənə filan qədər pul gəlsin, mən filan şey istəyirəm, filan cür olsun və s. Və mən hər dəfə fikir verirəm ki, o arzularla, bunu həmişə izah edirəm test səsində, o arzularla addımlar arasında bir sinxron bir əlaqə yoxdur. Necə əlaqədən söhbət gedir? Məsələn, mən deyirəm ki, mənim çox potensialım var. Mənim işdə maaşımı niyə? Məsələn, məndə bir rəfiqam, mənim rəfiqələrim qurtarmır da. Görürsüz, hamısından nümunəm var. Bir rəfiqam var, məsələn, çox potensiallı bir xanımdır doğrudan da və onun yəni işlədiyi şirkət demək olar ki, full onun çiyinlərindədir. Yəni hər işə baxır o xanım. Və o deyir ki, məsələn, illərdir gözləyir ki, onun maaşını biraz artırsınlar, bəlkə vəzifəsini artırsınlar və s. Və hər dəfə də biz onunla söhbət edəndə o deyir ki, mühasibdir bu xanım və mən ona məsələn deyəndə ki, bəs mənim Azərbaycanla, yəni nə bilim vergi ödəyirəm, mühasib işlərim və s. verim də bunu sənə verim, sən elə. O deyir ki, yox, deyir, ərinirəm mən belə şeylərə. Hətta onun digər bir rəfiqəsi də məsələn xanım, o da vergi işlərinə baxır. Yəni bu ikisi birləşsə çox gözəl konsaltinq xidməti verə bilərlər, nə bilim biznesmenlərə, fərqi yoxdur da şirkətlərə və s. və oradan elə bir məbləğ qazana bilər ki, yəni maaşının 10 qatı. Hansı ki o istəyir ki, maaşı nə bilim 20% artsın tutaq ki. Və mən ona deyəndə ki, axı sən belə şikayətlənirsən, belə bir potensialın da var. Niyə etmirsən? Deyir ki, nə bilim, deyir, məsələn, deyir, birdən alınmaz, birdən elə olar, birdən belə olar. Və baxırsan ki, aha, bax, istək var. Belə bir daha çox pul qazanmaq istəyi, amma nə yoxdur? Yəni həmin o pulun məsuliyyətini götürəcək qədər bir enerji, bir məsuliyyət, bir istək yoxdur. Əlbəttə ki, heç kim heç kimə daha çox pulu gətirib vermir ki, salam əleykum, al bu sənə 1000 manat, düzdür? Daha çox məsuliyyət götürməlisiniz ki, daha çox pul gəlsin sizə. Və siz əgər yerinizdə oturub elə deyirsiniz ki, daha çox pul gəlsin, ay nə bilim bu işdə necə edim, o olsun, bu olsun, sizə o pul gəlməyəcək. Və o daha çox pulun gətirə biləcəyi daha çox baş ağrısı, daha çox məsuliyyət, daha çox görünürlük. Bunları əgər türklər demiş kafanız kaldırmırsa, demək ki, siz elə daha çox pula da ümumiyyətlə hazır deyilsiniz. Yəni bu şəkildə artmayacaqsınız. Və nə zaman ki daha çoxunu göğüsləməyə hazır olacaqsınız, həqiqətən hazır olacaqsınızsa, dildə yox, baxın, dildə yox, həqiqətən hazır olacaqsınız, gedib o məsuliyyəti də götürəcəksiniz və o məsuliyyətin qarşılığı da, baxın, bundan öncəki videoda danışmışdıq, enerji demişdik. Bu qədər məsuliyyət, bu qədər enerji, bu qədər pul, bu qədər məsuliyyət, bu qədər enerji, bu qədər pul. Baxın, həmişə bunu belə fikirləşin. Adi məsələn işdə baxın ki, şikayət edirsiniz ki, mənim pul azdır, odur, budur. Müqayisə edin özünüzü ətrafınızdakı insanlarla ki, görün məsələn sizdən 5 dəfə artıq qazananın işi həqiqətənmi sizdən 5 dəfə azdır? Həqiqətənmi onun məsuliyyətləri, baxın, görünməyən məsuliyyətlər çox ola bilər. Ola bilər ki, o insan sizə bütün günü heç nə etmirmiş kimi görünür, amma bəlkə də onun elə bir imza səlahiyyəti var ki, o hər gün elə bir sənədə imza atır ki, orada bir dənə səhv olsa, bu insan, nə bilim, o kollektiv, hər kəs ziyana düşə bilər. Və siz o məsuliyyəti görmürsünüz, ondan xəbəriniz yoxdur. Amma kənardan baxanda deyirsiniz ki, bu adam heç bir şeylə məşğul deyil, amma məndən 5 dəfə çox qazanır. Baxın, bunlar dediyim kimi kainatda hamısının qarşılığı var. Sadəcə biz daha diqqətli bir şəkildə analiz etməyi bacarmalıyıq. Və son olaraq bu videoda tam olaraq izah edə bilməsəm də bir məsələ var ki, onun da üstündə çox ciddi işləmək lazımdır deyə düşünürəm. Bu da nədir? Hər birimizin bir pul tavanı var. Yəni bir nöqtə var ki, ora çatanda biz ilişib qalırıq. Və oradan çıxa bilmək üçün
biz bir sıçrayış yaşamalıyıq və orada anlamalıyıq ki, burada nə baş verir. O sıçrayışı yaşayıb o tavandan çıxmalıyıq. Sonra növbəti başqa bir tavan olacaq. Yəni atıram, sizin məsələn bu günə qədər ən böyük qazandığınız pul, nə bilim 1000 manat olubsa və heç cürə 1000-dən 1300-ə keçə bilmirsinizsə, demək ki 1000 manat sizin tavanınızdır. Hətta sizə kənardan 300-500 gəlsə belə, o gedəcək ora-bura. Çünki tavanınız 1000 manatdır və orada ilişib qalmısınız və oradan 1300-ə tullanmaq üçün, həmin o 1300-ün sizdə qalması üçün bir sıçrayış lazımdır. Və yaxud da ki, atıram, sizin tavanınız 5000-dir və siz deyirsiniz ki, mən necə edim ki, 10.000-ə qalxım, qalxa bilmirəm. Düz nə bilim, gəlirəm 7000 dayanıram, gəlirəm 8000-ə, qalxa bilmirəm 10.000-ə. Demək ki, sizin tavanınız hələ 10.000-ə çatmayıb və ora çatmaq üçün bir sıçrayış lazımdır. Və dediyim kimi, bu mövzunu bu videoda detallı izah edə bilmirəm. Nəyə görə? Çünki bu mənə elə gəlir ki, hər kəslə fərdi işləməmiz gərəkən bir mövzudur və bunu biz Money Mind Game Pro-da edəcəyik. Bu proqramda edəcəm mən. Bir sxemlə, bir vasitə ilə, hər iştirakçı ilə biz baxacağıq ki, onun pul tavanı gedib harda dayanır və həmin o tavandan növbəti mərhələyə sıçramaq üçün onun atması gərəkən addımlar nələrdir? Bunu Money Mind Game Pro proqramında edəcəyik. Dediyim kimi, burada mən düşünürəm ki, bunu belə kütləvi bir şəkildə etmənin çox da xüsusi bir yolu yoxdur. Çünki mən bunu nəzarətlə birbaşa özüm edəcəm proqramdakı iştirakçılarla. Bax belə, ümid edirəm ki, sizin üçün faydalı bir video oldu. Əgər videonu bəyəndinizsə, fayda aldınızsa, alma-vermə balansımızı qorumaq üçün videonu bəyənməyi və şərh bölməsinə də fikirlərinizi yazmağı unutmayın. Növbəti videolarda görüşənədək.